Yer qabığını təşkil edən suxurlar haqqında danışacağıq. Dedik, yer qabığını təşkil edən suxurlar 3 hissədən ibarət olacaqdır. Hansılardır dedik? Maqmatik, metamorfik və çökmə suxurlar olacaqdır. Demək, maqmatik suxurlar mantiyadan əmələ gələn suxurlar sayılacaqdır və yer kürəsinə olan əsas ana suxurlar sayılacaqdır. Yəni, yer kürəsini əhatə edən ən əsas, ən vacib olan suxurlar sayılacaqdır və ən çox yayıldığı suxurlar olacaqdır və bunlar nədən əmələ gəlirdir? Maqmanın soyması nəticəsində. Yəni, bunlar nə vaxt əmələ gəlir? Vulkan püskürən zaman yaranacaqdır və iki yolla əmələ gəlirdir. Biri, vulkanın püskürən zaman onun içərisində qalır, orada soyuyur, bəlkə və bu nə adlanacaqdır? İntruziv mənşəli faydalı qazıntılar adlanırdır. Bu intruzivi int sözünə yadda saxlayır. İngiliscədəki in nə idi? Daxildə, içəridə deməkdir və bu yadda saxlayacaq ki, intruziv içəridə, daxildə bərkiyir, soyuyur və nə olacaqdır? Bunlar bunun içərisində olan su buxarı ayrıla bilmədiyinə görə, bunun içərisində olan hava ayrıla bilmədiyinə görə hamısı qalır o suxurun, daşın tərkibində və həmin olan suxurlar ağır, bərk və məsaməsiz olacaq. Məsaməsiz nə deməkdir? Üzərində yəni dəliklər, deşiklər olmayacaqdır bu suxurlarda. Və bunlara misal olaraq nəyi çəkə bilərik? Qranitdir, qabru, dioritdir. Bunlar intruziv mənşəli suxurlar olacaq və bunlar bərk olur. Bərk olduğuna görə də bunlardan nədən istifadə edirlər? Daha çox çöldə, məsələn, heykəllərdə istifadə olunacaqdır, evlərin tikintisində istifadə olunacaqdır. Yəni, bunlar daha bərkli və daha dözümlüdür deyə. Bunlar dediyim kimi, həm küləkli havada, həm yağışlı havada, həm günəşin təsiri nəticəsində aşınmayan, qırılmayan, dağılmayan suxurlar sayılır. Bunları məhz bu heykəllərin düzəldilməsində istifadə olunacaqdır. Digər isə dedik ki, hansıdır? Efuzivdir. Efuziv isə vulkan püskürən zaman səthə çıxan suxurlardan əmələ gələcəkdir və bunlar püskürmə məhsulları hesab olunacaqdır. Bunlar səthə çıxdığına görə onun içərisində olan su buxarıdır, havadır, hamısı ayrılır və nəticədə yüngül, məsaməli və kiçik ölçüyə malik olan suxurlar əmələ gələcəkdir. Bu isə efuziv adlanacaqdır. Bir də bunlara deyək ki, bu intruzivlər içəridə qalıb soyuyur, bərkir deyə bunlar damar şəkilli faydalı qazıntılar əmələ gətirir. Səpindi şəkildə faydalı qazıntılar yaradan isə hansıdır? Efuziv suxurlar nə əmələ gətirir? Səpindi şəklində suxurlar əmələ gətirir, faydalı qazıntılar əmələ gətirir. Bir də bayaq dedim, bazalt efuziv aiddir, daha doğrusu qranit intruziv aid olacaqdır, amma bazalt efuziv mənşəli maqmatik suxur hesab olunacaqdır. Demək, sonra keçək çökmə suxurlar. Çökmə suxurlar isə platformanın əyilən hissəsində, yəni çökən hissəsində toplanacaqdır. Yəni, platformanın əyilmiş hissəsində, çökmüş hissələrində çökdürülür, toplanır və bu suxurlar adlanacaqdır, çökmə mənşəli suxurlar adlanır. Bu, dağlıq ərazilərdə nazik olacaqdır, amma platformanın o əyilən hissələrində orada daha çox toplana bilir deyə, çökdürülür deyə, orada çökmə suxurlar daha qalın olacaqdır. Demək, bunlar çökmə suxurları nəyin təsiri nəticəsində əmələ gəlir? Küləyin, çayların, dağların, dalğaların, daha doğrusu buzlaqların təsiri nəticəsində, yəni əsasən xarici, yəni eksogen qüvvələrin təsiri nəticəsində əmələ gəlir. Bunlar da iki yerə bölünəcəkdir. Hansılardır? Üzvü idi, bir də hansı deyildi? Qeyri-üzvü deyildi. Üzvü mənşəlilər isə yenə iki yerə bölünür. Daha doğrusu qeyri-üzvlər iki yerə bölünür. Bunlar kimyəvi və qırıntı mənşəli suxurlar olacaqdır. Bunlara nümunə kimi birazdan cədvəldə göstərəcəyik. Davam edək, indi metamorfik suxurlar. Metamorfik suxurlar isə vulkanik və çökmə suxurların yüksək temperaturu, bir də təzyiqin təsiri nəticəsində başqa suxura çevrilməsidir. Yəni, bu öz fiziki kimyəvi xassəsini dəyişir, tamamilə yeni bir suxura çevrilir. Yüksək temperatur deyəndə, yəni həddindən artıq isti olur. Yüksək təzyiq deyəndə isə sıxılmadan söhbət gedir. Yəni, orada həddindən artıq yerin altında basınc olur və burada nə əmələ gəlir? Yeni bir suxur əmələ gəlir. Suxur, məsələn, əhəng daşı çevrilə bilər, yüksək temperatur və təzyiqdə mərmərə çevrilir. Məsələn, əhəng daşı görmüşsə necə olur? Tamamilə yumuşaq olur, əl dəyən kimi qırılır, dağılır. Amma mərmər daha bərk olur. Bu nəyə görə belə olur? Yüksək temperaturdan, yüksək təzyiqdən o əhəng daşı sıxılıbdır, kiçikləşibdir və nəticədə yeni bir suxura, mərmərə çevrilir. Bunlara misal olaraq qranit qneysə çevrilir, qum daşı kvarsitə, əhəng daşı mərmərə, daş kömürü qrafitə, qrafit isə almaza çevrilir. Kristalik şist pilitə, gil isə gilli şistə çevriləcəkdir. Davam edək, buradan şəkilləri yenə verilibdir, hansılardır? Burada qum daşı dedik ki, nəyə çevrilir? Kvarsitə çevrilir, gilli şistə, qranit qneysə, əhəng daşı isə mərmərə çevrilir. Digər nümunələrə də burada cədvəldə baxaq. Dedik ki, çökmələr iki yerə bölünmüşdür, üzvü və qeyri-üzvü. Qeyri-üzvlər yenə iki yerə bölündü, qırıntı və kimyəvi. Qırıntıya nələr aiddir? Qum, gil, çınqıl, çay daşı. Bu qaydada deyəndə daha yaxşı yadda qalır. Bunlar qırıntı mənşəli olacaqdır. Kimyəviyə aiddir
kalium duzu, kare duzu, gipsli, dolomiti və mergildir. Bunun xüsusiyyəti necədir? Bunlar necə fərqləndirəcək? Suda asanlıqla həll ola bilən suxurlar nə sayılacaqdır? Kimyəvi suxurlar sayılır. Ən yaxşı nümunədə elə duzu götürə bilər. Duzu suda qarışdıran kimi asanlıqla həll olur. Gipsdə belə olacaqdır. Kare duzu, kalium duzu, dolomit, mergil. Bunlar suda asanlıqla həll ola bilən suxurlardır və buna kimyəvi suxurlar sayılacaqdır. Üzvü suxurlar isə daha çox canlıların təsiri nəticəsində əmələ gələn faydalı qaz, canlıların təsiri nəticəsində əmələ gələn suxurlar sayılacaqdır. Buna neft, qaz, daş kömür, fosforit, apatit, yanan şist, torf, təbaşir, əhəng daşı misal olaraq çəkə bilərik. Bunların da əksəriyyəti əsasən neft, qaz, daş kömür kimi yanar faydalı qazıntılar əmələ gətirəcəkdir. Maqmatiklər iki yerə bölünür, intruziv və effuziv. İntruzivlər biz qranit, qabru, diorit, andezit kimi suxurları misal çəkə bilərik. Effuzivə isə bazaltdır, pemzadır, vulkan külü, vulkan tufu, vulkan şüşəsi ki, bunlar püskürmə məhsullardır, yəni effuziv sayılacaqdır. Qaldı metamorfik. Metamorfik isə deyir ki, bir suxur başqa suxura çevrilir və nəticədə əmələ gələn suxurlar nə sayılır? Metamorfik suxurlar sayılır. Yəni mərmər, almas, fillit, qrafit, qneysdir, kvarsitdir. Bunlar metamorfik suxurlar sayılır. Sonra suxurlar deyir ki, xarici qüvvələrin təsiri nəticəsində parçalana bilər. Bu nə adlanacaqdır? Suxurların aşınması adlanır. Suxurlarda aşınmasının 3 növ olacaq. Bunlar hansılardır? Fiziki, üzvü və kimyəvi. Fiziki aşınma nədən əmələ gəlirdir? Fiziki aşınma sutkalıq temperatur amplitudasından yaranır. Amplituda nə idi? Yadınızdadır mı? Amplituda nə idi? Amplituda nədir? Mütləq şeydə Yüksək, həddindən artıq yüksək temperatur, bir də həddindən artıq aşağı temperatur. Yəni ən yüksək temperaturla ən aşağı temperaturun fərqi. Yəni amplituda hündürlükdə də ola bilər. Məsələn, ən hündür nöqtə ilə ən alçaq nöqtənin amplitudası deyəndə onlar arasındakı fərqdən söhbət gedir. Burada da sutkalıq amplituda fərqi yüksək olarsa, yəni ki, gündüz vaxtı temperatur həddindən artıq yüksək olur. Misal üçün deyək ki, 50 dərəcə Selsiyə qədər gündüz vaxtı temperatur artır. Gecə vaxtı isə temperatur düşür mənfilərə, məsələn, -3, -5 ola bilər. Və nəticədə burada 55 dərəcəlik temperatur fərqi yaranmış oldu və burada suxurlar həmin o istidən soyuğa keçisinə görə dözə bilmirlər, partlayırlar və nəticədə aşınma baş verir. Biz bunu daha çox harda görürük? Səhralarda görürük və bu səhra ərazilərdə intensiv baş tutacaqdır. Buna da misal olaraq Hərdəbə xrustal stəkana ən yaxşı nümunə kimi çəkirik. Xrustal stəkana qış vaxtı soyuq bir xrustal stəkana birdən-birə qaynamış su tökəndə nə baş verir? O çatlayır. Yəni temperatur orada həddindən artıq aşağı idi. Birdən-birə qaynamış qaynar 100 dərəcəlik bir suyu tökülür onun üzərinə və nəticədə aşağı temperaturdan kəskin şəkildə yüksək temperatura keçir və nəticədə aşınma baş verir. Yəni fiziki aşınma da məhz bu formada olur. Üzvü aşınma isə nəyin təsiri nəticəsində olur? Canlı orqanizm və bitkilərin təsiri nəticəsində olacaqdır. Bu harda olur? Ekvatorial enliklərdə, mülayim enliklərdə, bir də muson meşələrdə. Yəni harda ki bitkilər, canlılar var, həmin yerdə üzvü aşınma olacaqdır. Kimyəvi aşınma isə bilirik ki, bayaqların suda həll olan suxurlar, hansı suxurlar idi dedik? Kimyəvi suxurlar idi. Bunlar suyun təsiri nəticəsində, yəni suya dəydikdən sonra nə baş verir? Həll olur və həmin yerdə çöküntülər əmələ gəlir. Yəni həll olur deyil, burada suxurlar aşınır. Suxurların aşınması üçün, yəni kimyəvi aşınmada bizə nə lazımdır? Mütləq su lazımdır. Yəni rütubətli olan ərazilərdə kimyəvi aşınma olacaqdır. Bu da yenə yağış çox düşən yerlərini götürəcək, ekvatorial və mülayim qurşaqlarda intensiv bu kimyəvi aşınmaya rast gələ bilərik. Görürük ki, hər ikisində eyni ərazilərdə nə olar ki, yazılıbdır. Səbəbi nədir? Yəni yağış yağan yerdə, su olan yerdə bilir ki, bitkilərdə, canlılarda çox olur. Ona görə su olan yerdə həm kimyəvi aşınma olacaqdır, həm də ki, üzvü aşınma olacaqdır. Yəni qətiyyən səhralıq ərazilərdə yalnız fiziki aşınma olacaqdır. Səhralıq ərazilərdə yağış yağmadığı üçün, yəni su olmadığına görə quraq bir yerdir deyə, orada kimyəvi aşınma ola bilməz. Çünki kimyəvi aşınma üçün nə lazımdır? Dedi, rütubətli yer. Yəni həddindən artıq çoxlu su olmalıdır. Amma fiziki aşınma nədir? Quraq yerdir. O səbəbdən orada nə üzvü aşınma, yəni su olmadığına görə də orada canlılar yoxdur deyə, üzvü aşınma da baş verməyəcək həmin yerdə. Sonra davam edək. Erozya nədir? Suyun, küləyin, eyni zamanda buzun təsiri nəticəsində suxurların parçalanıb dağılması bu erozya adlanacaq. Məsələn, çay eroziyasına misal çəkə bilərək, kamyonlar əmələ gəlir və yaxud da ki, digər erozya nümunələr deyə bilərik ki, bunlar suyun, küləyin və buzun təsiri nəticəsində suxurların dağılmasıdır ki, bu erozya adlanacaqdır. Bunlar yer səthində müxtəlif relief formaları əmələ gətirir. Bunlara
Məsələn, yeraltı suların təsiri nəticəsində yer kürəsində mağaralar əmələ gələ bilər. Bu mağaralardan da ən böyüyü Amerikada yerləşir. Flint Pamut mağarası da 361 kilometrə bərabərdir. Sonra burada sürüşmələr baş verə bilər deyir. Sürüşmələrin baş verməsi üçün nə lazımdır? Demişik ki, su keçirməyən qat, eyni zamanda üzərində isə su keçirən, asanlıqla suyu keçirən qat olacaqdır. Su keçirən qatlara məsələn biz deyə bilərik ki, qumdur, çınqıldır, bunlar suyu asanlıqla keçirə bilir. Amma gillərdən ibarət olan bir lay o suyu keçirməyəcəkdir. Və nəticədə bunlar növbələşən zaman nə baş verir? Burada sürüşmə baş verə bilər. Sürüşmə bizə deyin görək, düz yerdə çox olar, yoxsa dağlıq ərazilərdə? Dağlıq. Düz yerdə sürüşmə olmur. Çünki adicə masanın üzərində deyil, kiçik dəftər qoyuruq, düzdür deyə orada heç bir sürüşmə hadisəsi baş vermir. Amma burada meyillik artsa, yəni masanı bir tərəfdən yuxarı qaldırsa, artıq nə olacaq? Onun üzərindəki kitab dəftər nə varsa, hamısı sürüşüb gedəcək. Yəni bunu nəyə görə deyirəm? Testlərdə axtaranda siz dağlıq yerləri götürməlisiniz ki, orada sürüşmə tez-tez baş verir. Birinci dedik ki, həmin yerdə diklik çox olmalıdır, yəni meyillik çox olmalıdır. Bir də nə dedik? Burada üst tərəfdə su keçirən qat olmalıdır. Yəni yağış suları olsun, qar suları olsun, bunun suyunu keçirməlidir. Alt hissədə isə su keçirməyən, məsələn, gil ola bilər ki, gil su keçirməyən qat sayılır. Burada sular toplanır və meyilli olduğuna görə həmin ərazidə sürüşmə baş verir. Yəni sürüşmək üçün birinci dedik ki, dik yamaclar lazımdır, meyilli səth olmalıdır. Su keçirən və su keçirməyən laylar növbələşməlidir. Bir də nə deyəcək ki, həmin yerdə qurut suları və ya yeraltı suları toplanmalıdır ki, sürüşmə baş versin. Bəzən də seismik hadisələr, yəni zəlzələlər deyə bilərik ki, bu sürüşməni daha da tezləşdirir. Azərbaycanda sürüşmələr ən çox Böyük Qafqazda baş verir. Səbəb nədir? Orada suxurlar yumşaq suxurlardır deyə sürüşmələr orada daha tez-tez baş verir. Amma Kiçik Qafqazda az baş verməsinin səbəbi odur ki, orada maqmatik suxurlardır. Bir Kiçik Qafqazda vulkanlar var. Yəni Dəli Dağdır, Böyük İşıqlıdır. Bu tipli sönmüş vulkanlar var. Orada bərk suxurlar olan maqmatik suxurlar cəmləşibdir. Orada sürüşmə bir qədər az olacaqdır. Sonra demək, denudasiya var, bir də akkumulyasiya var idi. Deyirik ki, aşınma zamanı suxurların parçalanıb daşınması nə sayılır? Denudasiyadır. Amma bir yerə gətirib çökdürülməsi, bir yerə yığılması isə akkumulyasiya olacaq. Yəni bir yerə gətirib toplanırsa, toplanma harda olacaqdır? Düzən ərazilərdə olacaq. Demək, akkumulyasiya deyəndə biz harda axtarmalıyıq? Ovalıqlarda baş verə bilər. Amma denudasiya deyir ki, suxurların parçalanıb daşınmasıdır. Yəni daşınma düz yerdə olmaz əlbəttə ki, meyilli olan ərazilərdə, yəni müsbət relyef formalarında olacaq. O səbəbdən denudasiya deyir ki, dağlıq ərazilərdə, bir də yayla olan ərazilərdə olur. Akkumulyasiya isə əsasən götürəcək harda? Ovalıq ərazilərdə akkumulyasiyaya biz daha çox rast gələ bilərik. Demək, burada da yazılır, qalxmış ərazilərdə denudasiya, əyilmiş, çökmüş ərazilərdə isə akkumulyasiya prosesi sürətlə gedir. İndi akkumulyasiya nəticəsində yaranan relyef formaları nəyə misal çəkə bilər? Biri deyir ki, ovalıqlar ola bilər. Sonra gətirmə konusu, çayın gətirdiyi çöküntülərdir ki, bu çayın gətirmə konusuları adlanır. Eyni zamanda çayın mənsəbində delta əmələ gələ bilər ki, bu da akkumulyasiya prosesi nəticəsində əmələ gəlir. Bir də buzlaqlarda deyirik. Moren təpələri, yəni buzlaqları onu özü ilə gətirir bir yerə, bu moren təpələrini toplayır və həmin o təpə relyef formaları, tirə relyef formaları əmələ gəlir. Eyni zamanda qum təpələri, yəni Barxan və Düyünlarda qeyd edə bilərik. Bir də okeanlarda və dənizlərdə şelf düzənliklərini misal çəkə bilər ki, burada akkumulyasiya prosesi çox gedir. Yəni bunlar akkumulyativ relyef formalarından misal sayılır.